Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir. Mənzil məcəlləsinə dəyişiklik edilir. İşğaldan azad edilən ərazilərdə daimi məskunlaşma fondu yaradılır. Bu fonda daxil olan yaşayış məntəqələri məcburi köçkünlərin köçürülməsi və bu sahənin onların mülkiyyətinə verilməsi məqsədi ilə istifadə olunacaq. Bu məsələlər Milli Məclisdə səs verməyə qoyularaq birinci oxunuşda qəbul olundu. Azərbaycandakı məcburi köçkünlərin konstitusion mülkiyyət hüququ bərpa olunur. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri növlərinə yeni biri əlavə olunur. Bu çox vacibdir. Daimi məskunlaşdırma fondu. Qaçqınlıq və köçkünlük haqları artıq tarixə qovuşur. Yeni böyük qayıdış qanunları yazılır. Dövlət məcburi köçkün statusunu ləğv etmir. Torpaqlarından və hüquqlarından məhrum edilən vətəndaşlara, doğma yurdlarına və evinin tam hüquqlu sahibinə mülkiyyətçisinə çevirir. Bundan başqa keçmiş məcburi köçkünlər yeni hüquqi kimlik qazanır. Qaçqınların və məcburi köçkünlərin statusu haqqında qanuna edilən dəyişikliklə şəxs işğaldan azad edilən ərazilərdə əvvəlki yaşayış yerinin əvəzinə yeni yaşayış sahəsi aldıqda və ya imkandan imtina etdikdə statusun itirilməsi hüquqi baxımdan dəqiq müəyyən olunur. Şəxs dövlət tərəfindən təklif olunan həmin yaşayış yerindən imtina etdikdə məcburi köçkün statusunu itirəcəkdir. Sosial müdafiə tədbirlərinin müddətinə də aydınlıq gətirilir. Mövcud 3 illik güzəşt müddətinin hesablanması şəxsin statusunu itirdiyi və mənzildən imtina etdiyi tarixdən müəyyən ediləcəkdir. Təqdim olunan dəyişikliklər keçmiş məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına xidmət edir. Bu qanunla vətəndaşlar tam hüquqlu mülkiyyət sahiblərinə çevriləcəklər. Uzun illər məcburi köçkünlər, həyatı yaşayan insanlar üçün ev məhrumu müvəqqəti, qeyri-sabit və bəzən də qeyri-müəyyən bir məna daşıyıb. Çıxarışın, yəni kupçanın təqdim olunması isə bu qeyri-müəyyənləri aradan qaldıracaq, insanlarda təhlükəsizlik və sabitlik hissini formalaşdıracaq. Və artıq keçmiş məcburi köçkün biləcək ki, yaşadığı məkan onun hüquqi mülkiyyətidir və bu da onun həmin mülkiyyət üzərində nəzarət hissini bərpa edir. Qeyd edək ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı ölkə başçısı tərəfindən 2024-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb. Milli Məclisdə 11 qanun qəbul edilib. Torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil, məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib. 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil, məişət şəraiti yaxşılaşdırılıb. Bir vaxt